Alimlər deyirlər ki, insan kamilliyə çata bilməz. Əgər tövbə etməsə, günahlarına görə bağışlanma istəməsə, yer üzündə belə bir insan yoxdur ki, kamilliyə çatsın və o istiğfarla çatmasın, tövbə ilə çatmasın. Kamilliyə çatan insanlar istiğfarla, tövbə ilə çatıblar. Mütləqdir bu. Ona görə də Allah subhanahu və teala öz qullarını tövbəyə çağırıb. Çağırıb tövbəyə. Və tubu ilallahi cəmi'an eyyuhəl mu'minuna ləalləkum tuflihun. Ey möminlər, hamınızla Allaha tövbə edin, bəlkə nicat tapasınız. Hamınızla tövbəyə çağırır Allah subhanahu və teala. İnnallaha yuhibbu tevvabin. Allah Teala tövbə edənləri sevir. Digər ayədə illə mən təbə və əmənə və amilə salihan fəulaikə yubəddilullahu seyyiətihim həsənət. Yalnız kimlərdən başqa? Tövbə edənlərdən, salih əməl edib iman gətirənlərdən başqa Allah Teala onların günahlarını savaba çevirəcək. Savaba çevirəcək. İbn Abbas radiyallahu anhuma sahabə deyir ki, mən deyir Peyğəmbəri bu ayə nazil olanda sevindiyi kimi sevinən görmədim deyir. Ən çox bu ayə nazil olanda sevindi. Harası? Fəulaikə yubəddilullahu seyyiətihim həsənət. Allah Teala onların günahlarını savaba çevirəcək.